Bugünkü söhbətimizdə ən geniş yayılmış psixi xəstəlik olan şizofreniyadan əziyyət çəkən insanların nəyə görə öz intim münasibətlərini qura bilməməklərinin səbəblərindən danışılacaq. Biz bilirik ki, şizofreniyadan əziyyət çəkən xəstələr və yaxud da şizoid tipli şəxsiyyət pozğunluğu olan insanlar, mən qeyd edim ki, şizoid tipli şəxsiyyət pozğunluğu hələ şizofreniya xəstəliyi demək deyildir. Şizofreniya xəstəliyi artıq formalaşmış bir xəstəlikdir. Amma şizoid tipli şəxsiyyət pozğunluğu şizoid psixopatiyadır. Bu xəstəlik deyildir. Bu sərhəd vəziyyətidir. Yəni insan bu sərhəd vəziyyətindən xəstəlik zonasına da keçə bilər, sərhəd vəziyyətində də daima qala bilər və ya bəzən elə olur ki, xəstə elə vəziyyəti ilə yaxşı olur ki, o sağlam tərəfə də bir-iki addım ata bilir. Yəni bunun da əsas səbəbi olur ki, xəstə əlverişli bir vəziyyətdə yaşayır, əlverişli bir vəziyyətə düşür, ona istəyən bir vəziyyətə düşür, mühitə düşür və xəstəlik demək olar ki, bir neçə addım, daha doğrusu şizoid tipli şəxsiyyət pozğunluğu, hansı ki, xəstəlik hesab olunmur, bir neçə addım arxaya çəkilir. Bugünkü söhbətimizdə biz bu insanların həm qadınların, həm kişilərin, xüsusən də qadınların, fikir verin, qadınlarda bu problem daha kəskin dayanır. Çünki qeyd edim ki, qadınlarda bütün ruhi xəstəliklər daha ağır keçir, kişilərə nisbətən daha ağır keçir. Burada çox maraqlı bir korrelyasiya var. Yəni, qadınlar ruhi xəstəliklərlə çox kişilərə nisbətən az xəstələnirlər. Yəni, kişilərə nisbətən qadınların içərisində ruhi xəstəliklər, xüsusən də ağır endogen ruhi xəstəliklər çox az təsadüf olunur kişilərə nisbətən. Amma xəstələnəndə də xəstəlik kişilərə nisbətən çox ağır keçir. Xüsusən də qadınlarda həmin bu intim münasibətlərin, yəni əks cinsdə olan fərdlərlə münasibətlərin böyük bir problematik plastı yaranır şizofreniyalı xəstələrdə və yaxud da şizoid tipli şəxsiyyət pozğunluğunda. Biz bunu aydın olmaq üçün şizoid deyəcəyik. Yəni ki, tez-tez iki formulirovkanı təkrar etməmək üçün mən bunu elə şizoid adı ilə adlandıracağım. Yəni bu daha düzgündür, elmi cəhətdən də bu daha düzgündür. Nəyə görə şizoidlər özlərinə əks cinsdən olan fərd tapa bilmirlər? Əlaqə üçün, dostluq üçün, cinsi əlaqə üçün, bioloji tələbatların ödənilməsi üçün. Nəyə görə bunlarda belə bir problem olur? Baxırsan ki, deməli, hər bir tərəfdən, hər bir cəhətdən çox qənaətbəxş bir vəziyyətdə olan bir insan, ya qadın, ya kişi, boylu, buxunlu, yaraşıqlı, xarici görkəmi həddindən artıq cəzb edici, yəni, hətta ola bilər ki, indi bu, bilirsiniz ki, təəssüf ki, indiki dövrdə bu çox böyük əhəmiyyət kəsb eləyir. Xüsusən də qadınlar üçün, tutaq ki, həm də maddi vəziyyəti yaxşıdır, yaxşı maşını var, evi var, nə bilim, bağı var, xarici ölkələrdə evləri var, müəyyən cəmiyyətdə statusu var, vəzifəsi var. Amma bu adam intim münasibətlər üçün, yəni sistematik cinsi əlaqədə olmaq üçün, belə bir yaxınlıq etmək üçün, öz şəxsi həyatını rəngarəng etmək üçün partnyor tapa bilmir. Daha doğrusu tapmaq istəmir. Burada çox maraqlı bir moment var. Yəni tapa bilmir, yox, tapmaq istəmir.
Bunu başa düşmək üçün biz gərək şizoidlərin bir balaca dünya görüşündən danışaq. Ümumiyyətlə, şizoid nə istəyir? Ya şizofreniyalı xəstə, ya şizoid tipli şəxsiyyət pozğunluğu olan insan nə istəyir? O, ətraf aləmi özünün istədiyi kimi görmək istəyir. Bana fikir verin. Elə buradan da şizofreniyanın məhz o kökü ortaya çıxır. Kökündə duran, o xəstəliyi yaradan, o xəstəliyi daima qarışdıran, şiddətləndirən o moment, bioloji bir moment üzə çıxır. Şizofreniyalı xəstələr və yaxud da şizoid tipli psixopatlar, onlar ətraf aləmi olduğu kimi yox. Onlar olduğu kimi görürlər. Hələ bunlar xəstə deyil. Və yaxud da xəstədir. Amma müalicə alır, yəni ki, qavrama düzəlir, yəni ətraf aləmi olduğu kimi görür. Amma olduğu kimi qəbul etmək istəmir. Bax, şizoidlərin problemi bundadır. Onların ətraf aləmləri öz daxillərindədir. Ətraf aləmləri öz daxillərindədir. Yəni, onlar bu ətraf aləmi ki, adi insanlar olduğu kimi görürlər. Yəni, ətraf aləmə uyğun hərəkətlər edirlər. Onlar yox, bununla razılaşmır. Onlar deyir ki, ətraf aləm bizim daxilimizdəki, özümüzün qurduğumuz aləmlə eyni olmalıdır. Təbiidir ki, bu da adi həyatda, normal həyatda mümkün olan şey deyil. Və bu barədə məşhur psixoterapevtlərdən birinin yaxşı bir sözü var. Deyir, hər bir insanın həyatı görməyə, həyatı qavramağa bir xəritəsi var. Yəni, amma hər bir insanın xəritəsi həyat demək deyildir. Yəni, şizoidlər bunu başa düşür, amma qəbul etmək istəmir. Bunu tamamilə rədd edirlər, inkar edirlər. Eyni məsələ insanlarda da, insanlara qarşı münasibətdə də özünü göstərir. Tutaq ki, şizoid qadın və yaxud da şizofreniyalı xəstə qadın çox həddindən artıq yəni yaraşıqlı, xarici görkəmi cəzb edici, yəni bilirsiniz ki, şizofreniyada intellekt pozğunluğu olmur. Yəni belə adi dildə desək, intellektual vəziyyəti yerində. Biz bilirik ki, şizofreniyalı xəstələr çox yaxşı təhsil görmüş olurlar çox vaxt. Onlar hətta elmi dərəcələri olur, elmi reqaliyaları olur. Çox məsuliyyətli vəzifələrdə işləyirlər. Yəni, şizofreniya xəstəliyi heç də insanın elmi, praktik fəaliyyəti üçün, müəyyən vəzifələr tutmaq üçün elə də maneə deyildir. Əlbəttə, müəyyən işlər var ki, orada şizofreniya xəstələri işləyə bilməzlər. O işlərdən biz danışmırıq, o vəzifələrdən biz danışmırıq. Amma çoxlu miqdarda insan həyatında, insan cəmiyyətində vəzifələr var, elm sahələri var, məşğuliyyət sahələri var ki, orada şizofreniklər çox yaxşı işləyirlər, nailiyyətlər qazanırlar və bu cəhətdən təsəvvür edin ki, bütün bu nailiyyətlərə əldə etmiş, nailiyyətlərə çatmış, gözəl xarici görünüşü olan, münasibətdə, belə adi qaydada münasibətdə, formal münasibətdə heç bir şübhə doğurmayan münasibəti, yəni insanlara qarşı münasibəti heç bir şübhə doğurmayan ətrafdakılar tərəfindən bir qadın və yaxud da bir kişi bu təkdir. Bu heç kimlə görüşmür, əks cinsdə olan fərdlərdən. Bunun təbiidir ki, ailəsi bu adamların olmur. Bu heç kimlə görüşmür, heç intim əlaqə, yəni məqsədi ilə də qısa müddətli heç kimlə görüşmür. Nəyə görə? Bunlar həmin o tələbat ki, bunlarda var, yəni bu tələbat deyil, bu belə bir şizoid tipin
bir xarakter xüsusiyyətidir. Onlar hər bir insanı da arzu etdikləri, öz daxillərində yaratdıkları insan obrazı ilə eyni görmək istəyirlər. Tutaq ki, qadın deyir ki, qadına sual verirsən ki, bəs sən niyə təksən, belə, yəni, hər şey qaydasında, yəni, sənin bütün imkanların var ki, çox mötəbər bir kişi ilə əlaqə saxlayasan və yaxud da ailə qurasan. Deyir ki, o mənim ideallarıma cavab vermir. Buna fikir verin. Deyir, o mənim ideallarıma cavab vermir. Hər bir şizoidin isə idealları onun daxilindədir. Onun daxilində bir dənə, özə cəmi bir dənə, 2 dənə, 3 dənə yox. Məsələn, şizoid qadının daxilində bir kişi idealı var. Boyundan tutmuş, kişinin sir-sifətindən tutmuş, nə bilim, qaşından, gözündən, geyinmək stilindən tutmuş, onun xasiyyətinə qədər o bir ideal özündə formalaşdırmır, formalaşıb. Yəni, onun o psixi vəziyyətinə əsasən belə bir ideal obraz formalaşıb. Və bu adam bu ideal obrazı tapana qədər heç kimlə əlaqə saxlamır. İndi mən sual verirəm. Hansı insanın daxilində yaratdığı ideal obrazı o həyatda tapır? Bu mümkün olan şey deyil. Yəni, şizofreniya xəstəliyini və yaxud da şizoid psixopatiyanın, ümumiyyətlə şizofrenik registrli pozunluqların ən xarakter əlaməti elə budur ki, onlar olmayan şeyi axtarırlar. Heç bir insan onun daxilində olan idealı həyatında tapa bilməyəcək. Bu mümkün deyil. Bəzən sağlam adamlarda da olur. Deyir ki, misal üçün, kişidir, deyir, mən belə bir qadınla ailə qurmaq istəyərdim və yaxud da yaxınlıq eləmək istərdim. Nə bilim, orası belə, burası belə, yerişi belə, duruşu belə, nə bilim, sənəti belə. Bizim kişilər var, deyir ki, mən ancaq aktrisa ilə əlaqədə olaram və yaxud da ailə quraram. Kişi var ki, deyir ki, mən ancaq həkimlə evlənmək istəyirəm. Mən belə bir adam tanıyırdım. Deməli, o adamla mənim çox yaxşı dostluq münasibətim var idi. Yəni, bir mötəbər bir kişi idi. Bu kişi həmişə, mən buna deyirdim ki, yəni, bizim münasibətimiz çox yaxın idi. Ona görə mən ona şəxsi suallar da verə bilərdim. Yəni, belə bir ixtiyar məndə var idi. O mənə icazə vermişdi. Mən ona həmişə deyirdim ki, bəs nə əcəbsən belə tək tənha, yəni, deyir, o həmişə deyirdi ki, mən gərək həkim qızla evlənəm. Bu adam həkim qız axtarırdı evlənməyə. Həkim qız axtarırdı evlənməyə. Mən ona sual verdim ki, axı nəyə görə məhz həkim? Axı sənətə görə insanı seçmək bu nə dərəcədə? Əlbəttə, müəyyən sənətlər var ki, onlar doğrudan da müəyyən insan qrupları üçün cəzbedicidir. İndi ola bilər bu adam üçün çox cəzbedicidir həkim sənəti. Amma bu o demək deyil ki, sən öz gələcək həyat yoldaşını sənətə görə seçəsən. Və yaxud da yaxınlıq eləmək istədiyin bir qadını və yaxud da kişini, bu qadınlara aiddir, sənətinə görə seçəsən. Və bu adamın daxilində artıq belə bir ustanovka formalaşmışdı. O adam şizofreniyalı xəstə deyildi. O şizoid tipli psixopat idi. Yəni, xəstəlik onda hələ yox idi. Yəni, mən bayaq da dedim ki, belə adamlar şizofreniya ilə xəstələnə də bilərlər. Amma ola bilər ki, elə yerlərində də qalsınlar bu cür, bu vəziyyətdə. Və üçüncü variantı odur ki, onlar hətta yaxşılaşsınlar. Həmin o fikirlər onların başından çıxsın ki, nə fərq var, yaxşı bir insan istəyir həkim olsun, istəyir agronom olsun, istəyir, nə bilim, texniki bir işçi olsun, amma yaxşı insan olsun, mənə uyğun bir insan olsun. Yəni, olur ki, belə bir tənqid də formalaşır insanda, tənqidi yanaşma və bu o deməkdir ki, insanın psixi vəziyyəti yaxşılaşır. Əgər o şizofreniya zonasına giribsə, artıq orada heç bir şey eləmək mümkün deyil, yalnız şizofreniyanı müalicə eləmək lazımdır.
Çünki şizofreniya artıq formalaşmış bir psixozdur. Onu müalicə eləməyəndə kəskinləşir, dərinləşir, yaş artdıqca pisləşir və s. və axır. Demək, həyatda belə bir adamlar biz görürük. Deyir, mən ancaq həkimlə evlənəcəm və yaxud da mən ancaq mühəndisərə gedəcəm. Sovet dövründə burada əlbəttə xarici aləmin də təsirləri var. Sovet dövründə cavan qızlar, cavan belə yaraşıqlı qızlar həmişə belə meçtat edirdilər ki, yəni arzu edirdilər ki, bunlar uzun boy, belə qəddi qamətli, belə qaməti düzgün, belə hər cəhətdən o frant deyirdilər. Belə bir məfhum vardı. Frant. Frant nədir? Yəni belə çox gözə gəlimli bir kişi və hərbiçi. Bax, fikir verin. Və hərbi paltarda. Hərbi paltarda olan kişilərin Sovet İttifaqının vaxtında çox böyük hörmətləri var idi. Daha doğrusu ona qadınlar meyl eləyirdilər onlara. Xüsusən də əgər təkcə hərbi paltar yox, bu hərbi paltar da olmalıdır, kişi həm də yaraşıqlı olmalıdır, uzun boy olmalıdır, fiziki cəhətdən belə idman, sportivnaya telosложение deyirlər, belə bir şey var. Belə idmançı cüssəsi olmalıdır. Yəni, hərbiçi statusuna uyğun gəlməlidir və qadınlar belə kişilərə çox meyl edirdilər və istəyirdilər ki, onlara ərə gedələr. Müxtəlif dövrlərin müxtəlif idealları var. Əlbəttə, bunu biz psixiatrik nöqteyi nəzərdən çox vaxt izah edə bilmərik. Çünki bu sadəcə dəbin də nəticəsi olur bəzən. Amma indiki dövrdə belə dəblər yoxdur. Çünki indiki dövrdə heç cəmaat güclə iş tapır, güclə yəni heç iş yeri yoxdur cəmiyyətdə, iş tapmaq böyük problemdir. Hansı hərbiçidən, hansı nə bilim mən başqa insanlardan söhbət gedə bilər. Özə indiki dövrdə elə ideala uyğun gələn hərbiçilər də yoxdur. Yəni, ümumiyyətlə insanlar yoxdur, elə ideala uyğun gələn insanlar da yoxdur. İnsanların çoxsu xəstədir, dərddən, kədərdən, cəmiyyətdəki uyğunsuzluqlardan, cəmiyyətli çatışmamazlıqlardan, cəmiyyətdə insanların bəzi hallarda hüquqlarının sistematik şəkildə pozulmasından, İnsanlar xəstə haldılar. Həm fiziki cəhətdən, həm psixiki cəhətdən, elə kişilər də, qadınlar da. Ona görə də belə bir indiki dövrdə dəbdən söhbət gedə bilməz. Məhz indiki dövrdə çox vaxt 99% hallarda şizoid tipli yanaşmadan söhbət gedə bilər. Deyir ki, mənim idealım belə bir qadındır və yaxud da belə bir kişidir. Bunu şizoid deyir. Hələ o qabağıma çıxmayıb, o qabağıma çıxmayınca mən heç kimə ərə gedən deyiləm, heç kimlə evlənən deyiləm, heç kimlə yaxınlıq eləyən deyiləm. Adi fiziki yaxınlığı, fiziki mənəvi yaxınlığı, yəni adi dostluq əlaqələrində bu adamlar böyük bir problemə çevirirlər. Yəni ki, öz cinsi tələbatlarını ödəmək məqsədi ilə də onlar belə bunlar deyir ki, biz o məqsədlə də ancaq belə adamlar, belə ideal adamlar, bizim idealımıza uyğun gələn adamlar olmalıdır. Ona görə bəzən belə olur ki, tutaq ki, şizofreniyalı qadındır və yaxud da şizofreniya ilə xəstə kişidir və yaxud da şizoid tipli qadındır və yaxud da kişidir. Bu gedir, düşür bir ailəsi olan, amma buna elə gəlir ki, o bunun idealına uyğun gəlir. Ailəsi olan bir qadının dalınca düşür və yaxud da ailəsi olan bir kişinin dalınca düşür. Deyir ki, o kişini mən yoldan çıxardıb gərək özümə tabe eləyən və o arvadını boşayar, mənlə evlənər. Və yaxud da deyir ki, kişidir, deyir ki, mən o qadınla elə münasibət qurmalıyam ki, öz həyat yoldaşından ayrılsın, gəlsin mənə ərə gəlsin. Yəni, belə artıq görürsünüz, bu zəncir uzanır. Özə zəncir hara uzanır? İctimai təhlükəli əməllərin edilməsinə uzanır. Ona görə də psixiatriyada bu qanuna uyğunluq öz yəni prioritetini həmişə saxlayır ki, xəstənin vəziyyətinin istənilən vaxtda kəskinləşməsi və yaxud da şizoid tipli psixopatın yəni vəziyyətinin dekompensasiya olunması gec-tez gətirib sosial təhlükəli əmələ çıxardır.
Yəni bu adamlar belə bir söz var, одержимы. Yəni ki, bu adamlar artıq bütün bu ideya ilə bunlar yaşayırlar. Bu ideya bunlara hakim kəsilir. Bir də görürsən ki, həmin qadın tutaq ki, o məqsədi qarşısına qoyan qadın gəlir o kişini tapır, onunla eşq məcarəsi yaşamaq üçün müəyyən tədbirlər görür. Yəni siz bilirsiniz ki, kişilər qadınlara nisbətən belə münasibətlərə daha tez uyurlar. Və o kişi ilə müəyyən münasibət yaradır. Sonra görürsən ki, müəyyən qalmaqal qopdu. Yəni o kişinin ailəsi bildi. Bunun da evdə həyat yoldaşı var, uşaqları var və böyük bir qırğın başladı. Böyük bir qırğın başladı və o konfliktli situasiyada, qırğında kimsə kimi vurdu, kimsə kimi öldürdü və təbii olaraq bizim kontingentdən olan bu insan, yəni şizoid hara düşür? Məhkəmə psixiatrik ekspertizasının əlinə düşür. Çünki bu adamı başqa yerə göndərmək mümkün deyil. Yəni orada aşkar olunur ki, bunun müəyyən psixiatrik problemi var. Yalnız orada aşkar olunur. Fikir verin. Hətta bu adam şizoid tipli psixopatdırsa, şizofrenik deyilsə və bu cür əməllər onun vəziyyətinin kəskinləşməsinə səbəb ola bilər. İdeal axtarışı, olmayan insanların axtarışı, ideal insan o yoxdur. Əgər hər hansı bir qız, hər hansı bir oğlan öz daxilində belə bir qız və yaxud da oğlan obrazı yaradıbsa ki, bu mənim idealımdır, bax, bu mənim idealımdır. Boyu 1.70 ilə boyu 1.90, çəkisi bu qədər, ayaqlarının quruluşu bu qədər, nə bilim, sinəsinin quruluşu bu belə, sənəti belə, məşğuliyyəti belə. Bu əlbəttə, bu konkret olaraq xəstəlik əlamətidir. Çünki heç bir insanın öz fikrində tutduğu ideal nə mühit, nə insan reallıqda yoxdur. Reallıqda yoxdur. Yəni ətraf aləmdə, ətraf reallıqdır. O reallıq da həddindən artıq bozdu. Orada heç kimin idealı zadı yoxdur. Çünki təbiət reallığı yaradanda bizim ideallarımızı nəzərə almayıb. Orada heç kimin idealı yoxdur. Bu sadəcə olaraq həmin o xəstəlik vəziyyətinin nəticəsidir. Daha doğrusu konkret desək, sayıqlamanın nəticəsidir. Bəzən olur ki, insanlar bu sayıqlama ilə ömürləri boyu yaşayırlar. Siz bilirsiniz, bəzən qadındır, tutaq ki, 50 yaşına çatıb. Ailəli deyil, çox yaraşıqlı bir qadındır. Çox belə münasibətdə belə görürsən ki, intellektual, hər şeydən xəbəri olan, elmli, bilikli, elmi dərəcəsi var, nə bilim, çox nümunəvi bir insandır. İnsan kimi də yaxşı bir insandır. Amma bu adamın nə ailəsi var, nə məşuqu var, heç kimlə əlaqə saxlamır, öz cinsi tələbatlarını ödəmək üçün. Və birdən buna sual verəndə ki, və yaxud da özü danışanda ki, tutaq ki, nəyə görə o belə həyat tərzi keçirir? Deyir ki, mən dünyanın ən gözəl qadınıyam. Bax, fikir verin. Mən deyir, dünyanın ən gözəl qadınıyam. Və yaxud da eyni şeyi kişilər də deyə bilər. Yəni, eyni xəstəlik, eyni psixiatrik problem kişilərdə də olur. Və yaxud da mən dünyanın ən gözəl kişisiyəm. Ən nümunəvi kişisiyəm. Və mənim əlaqə saxlayacağım kişi də və yaxud da ailə quracağım kişi də mənim kimi gözəl olmalıdır. Və yaxud da mənim ailə quracağım qadın da mənim kimi gözəl və nümunəvi olmalıdır. Yəni, bu ideya nədir? Bu ideya sayıqlama ideyasıdır. Buna deyirlər ambulator paranoya psixiatriyada. Əgər hətta, bax, fikir verin, əgər hətta sizin xəstəviz şizofreniyalı xəstə deyilsə, sadəcə şizoid psixopatdırsa, belə insanlar var da, mən bayaq dedim. Yəni, sərhəd vəziyyətindədir, hələ xəstə deyil. Buna baxmayaraq, yenə də onun o fikirləri sayıqlama xarakteri daşıyır. Yəni, ambulator paranoya deyəndə biz sağlam hesab olunan insanlarda üzə çıxan paranoyanı nəzərdə tuturuq.
Yəni bu adam ilk baxışdan sağlamdır. Bunun müalicəyə ehtiyacı yoxdur, çünki şizofreniyanın heç bir simptomu hələ bunda tam inkişaf eləməyib. Bizim ixtiyarımız yoxdur ona şizofreniya diaqnozu qoymağa və onu müalicə eləməyə. Bu qanuna da ziddir. Amma bu adamda şizoid psixopatiya var. Görürsünüz, əlamətlər tam oxşayır. Tam oxşayır. Amma orada artıq formalaşmış xəstəlikdir. Amma burada sadəcə belə bir vəziyyətdir. Psixiatriyada da vəziyyətlə xəstəlik məfhumları bir-birindən fərqlənirlər. Yəni, bu adam, tutaq ki, bu qadın 50, 55, bəzən 60, nə bilim, yaşlı bir, hətta 70 yaşında qadındır. Görürsən ki, özünə baxır, belə çox gözəl, bunun priçoskası, vaxtında gedir parikmaxerə, nə bilim, saçını qaydada saxlayır, özünə baxır, makiyajını eləyir, dəbdə olan paltarlar geyir. Eləcə də bu eyni şeylər kişilərə də aiddir. Amma bu deyir ki, mən hələ idealımı tapmamışam. Bu hələ gözləyir ki, fikir verin, 70 yaşı var, 60-65 yaşı var. Bu hələ idealını gözləyir və axtarır. Burada hər şey aydındır. Burada artıq biz, əlbəttə yenə də şizofreniyadan söhbət getmir, söhbət şizoid tipli insandan gedir. Amma bir şey də var ki, insanın yaşı artdıqca, yəni tutaq ki, 70 yaşına, 75 yaşına, 80 yaşına gəlib çatıb insan. Amma deməli, yenə də bu fikirlər bunda inkişaf edir. Çox zaman artıq bu fikirlərin arxasınca başqa şizofreniya, artıq xarakterik şizofreniya aid olan simptomlar da qoşulur. Məhz həmin momentdə xəstə bizim nəzarətimiz altında düşür. Yəni, həkim psixiatrın nəzarət altında düşür. Yəni, o elə əcaib hərəkətlər eləməyə başlayır ki, həmin o idealdan tutmuş başqa şeylərə qədər. Başqa şeylər də qoşulur ora. Artıq biz görürük ki, orada təkcə idealdan söhbət getmir. Qadın və ya kişi idealından söhbət getmir. Orada artıq şizofreniya xəstəliyi başlayır. Bəli, belə də olur. Ona görə də həmin o, mən orta pograniçni состояние ki deyirlər, pograniçni reyestr, o sərhəd reyestri, sərhəd vəziyyəti. Həmin o sərhəd vəziyyətindən insanın o şizofreniya zonasına gəlib düşdüyü anda artıq xəstə bizimdir. Yəni, xəstə psixiatrlarındır. Onu heç kim kömək eləyə bilməz. Xəstə ya xəstəxanaya düşəcək, ya gedib kimlənsə böyük bir konflikt olacaq, hüquq mühafizə orqanlarının əlinə düşəcək və s. və əlaxıra və bu məsələ artıq şizofreniya həddinə gəlir, çatır. Çox təsadüfi deyil ki, bir çox kişilər və yaxud da qadınlar belə bir vəziyyətdə xəstə deyirlər, hələ ki xəstə şizoidlərdir. Yaşayırlar, birdən gəlir bu 55-60 yaşına çatır, hələ ailə qurmayıb, ərə gedməyib və yaxud da heç bir qadınla əlaqə saxlamır. Təsəvvür eləyin ki, kişi, sağlam bir kişi, funksional cəhətdən, fizioloji cəhətdən sağlam bir kişi, heç bir qadınla bunun əlaqəsi olmayıb. Nəyə görə? Sual versə nəyə görə? Deyir, mənim idealım hələ yoxdur. Həmin cavabı sizə həmin qadın da verir. Deyir, mən ən gözəl qadınam və ən gözəl kişini mən axtarıram, hələ də tapmıram. Bunun yaşı artıq 65-dir, 70-dir. Yəni, çox insanların, siz baxırsınız ətrafda, çoxlu insanlar var cəmiyyətdə, yəni sizin iş yerinizdə, qonşuluğunuzda, nə bilim, qohumluğunuzda insanlar var. Görürsünüz ki, çoxlu adamlar var ki, bəli, onların ayrıca mənzilləri çox gözəl, pulları da çoxdur, var dövlətləri də çoxdur. Amma bunların heç bir şəxsi həyatlarına işarə verən bir moment də yoxdur. Şəxsi həyatları yoxdur bu adamların. Bu adamlar ancaq gəlirlər, gözəl evləri var, orada heç bir dənə də xarakterik məsələ var burada. Həmin şizoidlər belə bir vəziyyətdən əziyyət çəkmirlər. Çünki onlar fikirləşirlər ki, onların idealı gələcək.
Bu adamın 75 yaşı var. Hələ deyir ki, idealım gələcək. Çox maraqlı bir situasiyadır. Yəni ailə qurmayan, məşuqu və ya məşuqəsi olmayan kişilər və ya qadınlar, bunlar heç də hamısı banal səbəblərdən ailə qurmamış adamlar və yaxud da əks cinsdə olan fərdlərlə əlaqə saxlamamış adamlar deyil. Bu adamların böyük bir hissəsində ya şizoid psixopatiya var, ya da şizofreniya xəstəliyi var. Yəni siz bunu bilməlisiniz ki, şizofreniya, xüsusən də şizofreniya xəstələri artıq əgər ailə qurandan sonra xəstələniblərsə, onların ailələrinə marağı sonradan itir. Çünki onlarda birdən belə bir obraz yaranır ki, mənim ərə getdiyim kişi sən demə mənim idealım deyilmiş. Bunu xəstələnəndən sonra güya bu başa düşür. Və yaxud da kişi xəstələnir, deyir ki, mənim ailə qurduğum bu qadın mənim idealıma uyğun olan adam deyilmiş. Mən gərək başqa qızla evlənəydim, başqa qadınla evlənəydim. Gör mən gəldim kimdən evləndim? Bu mənə uyğun deyil. Yəni bu adam başlayır əzab keçirməyə. Artıq bu xəstədir. Xəstə olandan sonra bu obraz bunda yaranıb. Bu ideal obrazı. Və bu da xəstəliyin bir xüsusi komponentinə çevrilir. Ona görə də istənilən halda, yəni əlbəttə insanların özünün şəxsi işləridir, şəxsi qərarlarıdır. Onlar kimlə əlaqədə olurlar, onların cinsi həyatları necə keçir, yəni şəxsi həyatları necə keçir. Lakin buna baxmayaraq bəzi məqamlar var ki, insanların davranışlarını, onların dediyi sözləri, onların müəyyən elədiyi əməlləri çox yaxşı xarakterizə etməyə imkan verir. Diqqətinizə görə çox sağ olun.